Körpü Teleradyo Jurnal'ın canlı programı devam eder. Bir şiir almışız. Yokmuşam başlığı altında. Yokmuşam. Şaire Çiçek Halıkova. Oldum intizarın deli esiri, senden uzaklarda deme yokmuşam. Boğuldum sabrımı sıkan geherden, senden uzaklarda deme yokmuşam. Hicran soyğunda üşüyen zaman halımı ağladı tar ile kaman. Sensizlik həsrəti acıdır yaman. Senden uzaklarda deme yokmuşam. Qismətim düşübdü senden aralı, bağrımın başını etme yaralı. Ayım ilim oldu sensiz qaralı, senden uzaklarda deme yokmuşam. Neyləyim? Ürəyi qınamaq olmur. Yarın yoxluğuyla sınamaq olmur. Yerin heç nə ilə, kimsə ilə dolmur. Yerin heç nə ilə, kimsə ilə dolmur. Senden uzaklarda deme yokmuşam. Əzbəri olmusan sevgi şeirimin, niyə düşüb sənə könlü meylimin? Bəlkə heç vüsalı yox bu sevginin, bəlkə heç vüsalı yox bu sevgimin. Senden uzaklarda deme yokmuşam. Senden uzaklarda deme yokmuşam. Şehir 2024 yılın 2. ayının 22'sinde qələmə alınmıştır. Şiiri səsləndirdi Aydın
Təbrizli Burak Körpü Teleradyo Jurnal.